Qoşmaların homonimliyi. Əvvəla onu qeyd edeyim ki, köməkçi nitq hissəsi ilə əsas nitq hissələrinin homonimliyinə qrammatik homonimliyi deyilir. Yəni, bir mənası köməkçi nitq hissəsi kimi işlənirsə, digər mənası əsas nitq hissəsi kimi işlənirsə, bu qrammatik homonimlik hesab olunur. Cümlə daxilində elə sözlər var ki, həm qoşma kimi işlənir, həm də digər nitq hissələri, əsas nitq hissəsi ya isim kimi işlənir, ya sifət kimi işlənir, ya zərf kimi işlənir. Bəs biz hardan bilək ki, bu cümlə daxilində işlənmiş söz qoşmadır, yoxsa başqa bir nitq hissəsi? Qoşmanın tərifinə nəzər salsaq, görərik ki, qoşmanın tərifi belədir. İsmin adlıq, yiyəlik, yönlük və çıxışıq hallarına qoşularaq müəyyən məna açaları yaradan köməkçi nitq hissəsinə qoşma deyilir. Bir də təkrar edirəm. İsmin, adlıq, yiyəlik, yönlük və çıxışlıq halları. Deməli, biz qoşmanı axtarırıqsa cümlədə mütləq özündən əvvəl gələn sözə baxmalıyıq. Görək, o sözə aiddir bu söz, yoxsa yox. Özündən əvvəl əgər ismin həmin hallarında olan söz gəlməyibsə, deməli, cümlədə qoşmadan söhbət gedə bilməz. Bunu belə yadda saxlayaq. Tərəf sözü. Tərəf sözü həm qoşma kimi, həm isim kimi işlənir. Bəs hardan bilək ki, bu cümlədə qoşmadır, yoxsa isimdir? Yenə də özündən əvvəl gələn sözə baxmalıyıq. Tərəf sözü yönlük hallı sözlərə qoşulduğu üçün özündən əvvəl mütləq yönlük hallı söz tələb edir. Məsələn, birinci cümlədə evə tərəf gedirdim. Evə sözü yönlük haldadır, tərəf sözü də yönlük halda olan sözə qoşulduğu üçün birinci cümlədə tərəf sözü qoşmadır. Baxırıq ikinci cümləyə. Tərəflər razılığa gəldi. Tərəf sözü tək işlənir. Elə məntiqlə də tapmaq olar ki, tək işlənibsə heç vaxt qoşma ola bilməz. Çünki özündən əvvəl mütləq hər hansısa bir halda olan söz gəlməli daxil. Tərəflər razılığa gəldi. Kim razılığa gəldi? Tərəflər. Burada ismin sualına cavab verir. Deməli, burada tərəf sözü qoşma yox, isim kimi işlənir. Digər nümunəyə baxaq. Qarşı sözü. Qarşı sözü yönlük hala qoşulur. Yönlük hala qoşulanda qoşma kimi götürülür. Yox, əgər cümlə daxilində ayrıca suala cavab verirsə, orada isə əsas nitq hissəsi kimi götürürük. Məsələn, sənə qarşı gələ bilmirəm. Burada sənə qarşı qoşmalı sözdə yönlük hala qoşulub. Demək, burada nədir? Qoşmadır. Amma qarşı tərəf bunu bilmir. Cümləni təhlil edəndə də görürük ki, tərəf bunu bilmir, hansı tərəf? Qarşı tərəf. Qarşı sözü burada hansı sualına cavab verdiyi üçün cümlədə sifət kimi işlənib, həm də tək işlənib. Özündən əvvəl heç bir halda olan söz gəlməyib. Digər nümunələrə baxaq. Əvvəl, sonra, qabaq, bəri sözləri zaman mənası, çıxışıq hala qoşularkən zaman mənası yaradır və həm də onlar ayrılıqda zərf kimi işlənir. Cümlə daxilində bu sözləri zərfdən və qoşmadan necə fərqləndirə bilərik? Əvvəla onu deyim ki, bu sözlərin demək olar ki, əvvəl, sonra, qabaq, bəri sözlərində zaman anlayışı var hamısında. Həmin bu qoşmalar da zaman mənası qoşması olduğuna görə bəzən uşaqlar qarışdırır. Hansında zaman zərfidir, hansında zaman mənası bildirən qoşmadır. Yəni, anlayış eyni olanda biraz qarışıqlıq yaranır. Amma bilmək lazımdır ki, yenə də bayaq dediyim kimi, qoşma heç vaxt tək işlənmir. Özündən qabaq mütləq hansısa halda olan söz tələb edir. Tək işlənibsə, deməli, burada qoşmadan söhbət getmir. Nəsə başqa bir şeydir. Məsələn, nümunəyə baxırıq. Bu qoşmalar çıxışlıq hala qoşulur. Çıxışlıq hala qoşulursa, deməli, özündən əvvəl mütləq çıxışlıq halda olan söz gəlməlidir. Birinci cümləyə baxaq. Səndən əvvəl mən gəldim. Özündən əvvəl çıxışlıq halda olan əvəzlik gəlib. Deməli, burada əvvəl sözü çıxışlıq halda sözə qoşulub, qoşmadır. İkinci cümlədə isə əvvəl sözü tək işlənib. Özüm bir-birinə oxşar nümunələr yazmışam ki, daha rahat başa salın, daha rahat, daha doğrusu başa düşəsiniz. Əvvəl mən gəldim. Burada isə əvvəl sözü tək işlənib. Özündən əvvəl heç bir halda olan söz gəlməyib, çıxışlıq halda olan söz gəlməyib. Yenə də, əslində bu cümlələri təhlil edəndə hər ikisi cümlədə zaman zərfliyinin sualına cavab verir və cümlənin zaman zərfliyi olur. Elə buna görə də şagirdlər çox vaxt qarışdırır. Amma bilmək lazımdır ki, burada tək işlənib əvvəl sözü. Deməli, bu heç vaxt qoşma ola bilməz. Burada zaman zərfidir.
əsas nitq hissəsidir. Burada isə çıxışlıq haldan sonra işlənir. Deməli, burada heç vaxt əsas nitq hissəsi ola bilməz. Burada qoşmadır, köməkçi nitq hissəsi. İkinci cümlədə isə əsas nitq hissəsidir. Sonra, dərsdən sonra görüşərik. Sonra görüşərik. Nə zaman görüşərik? Dərsdən sonra. Nə zaman görüşərik? Sonra. Hər ikisi zaman zərfliyinin sualına cavab verir. Amma sonra sözü üçüncü cümlədə qoşmadır. Dördüncü cümlədə isə nədir? Zaman zərfidir. Baxaq. Dərsdən sonra, çıxışlı qallı sözdən sonra gəlir. Çıxışlı qallı sözə qoşulur. Deməli, burada qoşmadır. Yəni, köməkçi nitq hissəsidir. Sonra deyir ki, sonra görüşərik. Nə zaman sonra? Tək işlənir, suala cavab verir, heç bir hala qoşulmayıb. Deməli, burada əsas nitq hissəsidir, zərfdir. Bundan qabaq belə şeylər yox idi. Nə zaman bundan qabaq? Çıxışlı qallı əvəzliyə qoşulub. Deməli, qoşmadır. Ayrılıqda heç bir mənası yoxdur əslində. Yəni, qoşulduğu sözlə bir yerdə mənası var. Qabaq belə şeylər yox idi. Nə zaman? Qabaq. Tək işlənib, müstəqil mənalı sözdür. Deməli, əsas nitq hissəsidir. Deməli, yadda saxlayırıq. Düzdür, bir-birinə oxşar mənalar olsa da, zaman anlayışı hamısında var. Zaman mənası qoşmadır, zaman zərfidir. Zaman mənalı qoşmadır, zaman zərfidir. Amma yenə də bilmək lazımdır ki, qoşma tək işlənə bilməz. Səndən əvvəl mən gəldim. Burada əvvəl sözü qoşmadır. Əvvəl mən gəldim cümləsində əvvəl sözü zərfdir. Dərsdən sonra görüşərik. Burada sonra sözü qoşmadır. Sonra görüşərik cümləsində sonra sözü zərfdir. Bundan qabaq belə şeylər yox idi. Bu cümlədə qoşmadır qabaq sözü. Bir də qabaq belə şeylər yox idi. Burada zaman zərfidir. Digər nümunələrə baxaq. Əslində qabaq sözünün başqa bir mənası da var. İsim kimi də işlənir. Onu da nümunə göstərərəm. Davam edək. Bayaq dediyim kimi qabaq sözünün başqa mənaları da var. Məsələn, isim kimi işlənir. Sonra qabaq sözü qarşı mənasında işlənir. Bostandan dərdiyimiz qabaq dadlı idi və yaxud anam qabaqdan dadlı yeməklər bişirdi. Qabaq sözü burada bal qabaq, boranının bir növü kimi işlənəndə isim olur. Qabaq sözü qarşı mənasında işlənir. Qabaq tərəf təhlükəlidir, qarşı tərəf təhlükəlidir mənasında olanda sifət kimi olur. Hansı tərəf? Qabaq tərəf. Bəri sözünün qoşma və zərf kimi işlənməsi. Bəri sözü cümlə daxilində sonra qoşmasının sinonimi kimi işlənirsə, burada qoşma olur. O illərdən bəri bizə gəlmirdi, o illərdən sonra bizə gəlmirdi. Çıxışlı hallı sözdən sonra gəlir. Deməli, burada nədir? Qoşmadır. Bir də bəri yer zərfi kimi işlənir. Bəri gəl və yaxud bəri bax. Həmin cümlələrdə isə zərf kimi işlənəcək. Digər nümunələrə baxaq. Sarı sözü. Sarı sözü feil, sifət və qoşma kimi işlənir. Feil kimi bağlamaq mənasında işlənir. Yaranı sarı, yaranı bağla. Sifət kimi rəng bildirən sifət. Sarı çiçəklər, sarı rəngli çiçəklər hər tərəfi bürümüşdür. Qoşma kimi əslində sarı qoşması səbəb məqsəd qoşmalarının içərisində verilir. Amma bəzən nümunələrin içərisində tərəf sözünün sinonimi kimi işlənib, istiqamət mənası da bildirir. Səndən sarı darıxmışam. Nə səbəbə darıxmışam? Bu cümlədə səbəb mənası bildirir. Amma evə sarı gedirdim, hara tərəf? Evə tərəf gedirdim. Burada isə istiqamət mənası bildirir. Kimi sözü. Kimi sözü qeyri-müəyyən əvəzliyi, sual əvəzliyi, üstəcəl təsirli yanlış şəkilçisi kimi işlənir. Cümlənin tamamlığı vəzifəsində. Bir də qoşma kimi, qoşmanın iki məna növü kimi işlənir. Demək, bir bənzətmə qoşması kimi işlənir. Bir isə məsafə qoşması kimi işlənir. Baxaq, qeyri-müəyyən əvəzlik kimi cümləyə baxaq. Kimi dərs oxuyur, kimi yazı yazırdı. Burada kimsə mənasında işləndiyi üçün, məsələn, kimsə dərs oxuyur, kimsə də yazı yazırdı mənasında işləndiyi üçün bu cümlədə olacaq qeyri-müəyyən əvəzlik, əsas nitq hissəsi. Yolda kimi gördün, sual verir. Kim əvəzliyinə təsirli yanlış şəkilçisi qoşulub, cümlənin tamamlığıdır. Deməli, burada sual əvəzliyi üstəcəl təsirli yanlış şəkilçisidir. Bir də qoşma kimi iki məna növü içərisində verilir. Bir bənzətmə qoşmaları içərisində verilir, bir də məsafə qoşmaları içərisində
Bənzətmə qoşması o deməkdir ki, birinci cümlədə məsələn bənzətmə qoşmasıdır. Sənin kimi olmaq istəyirdim. Yəni sənə oxşamaq istəyirdim, sənə bənzəmək istəyirdim. Bu mənanı çıxartdıq. Deməli burada bənzətmə qoşmasıdır. İkinci cümlədə bağa kimi birlikdə getdik. Məsafə bildirən digər qoşmalarla əvəz edib bunun məsafə qoşması olduğunu sübut edə bilərik. Məsələn, bağa qədər birlikdə getdik. Burada da oldu məsafə qoşması.